Herkese salam, ben Mehman. Evet, bugün boş gündür, boşaldım ve bir dəqiqə bakıyorum. Yani bugün hazırlığı bildiğim kadar ertelendi. O yüzden ben de köhnə yükselişlerden birisine geri dönmek istiyordum ama aklıma gelmedi. İstediğim kadar yaxşı video olmayacaq diye bu dəfə də fərqli bir içeriklə geldim. Bu dəfəki içeriğimiz size Yapon kanalımı göstereceğim. Doğru bildiniz. Birçoğunuz beni bu kanalımdan, yani esas kanalımdan tanısa da benim Yapon kanalım da var. Gerçi öz kanalımdan bir de shortdan başka işleyebildiğim tek kanalıydı. O kanala bakacağız, istatistiklerini göstereceğim size. Biraz şaşıracaksınız, biraz da zayıf kaldığımı düşüneceğim. Evet. İndi keçək o hissəyə. Əvvəla sizə kanalımdakı videoları və istatistikləri göstərəcəyim. Bunların çoxusu AI ilə düzəldilir. Çünki mən Yaponca danışamayam deyə AI ilə Yaponca videolar yaradıydım. Ama YouTube'un yeni kısıtlamaları bu kanala ziyan verə biləcəyi üçün bunu durdurmaq qərarına gəlmişdim. Yenə də bir baxaq istatistiklərə. Bu 4 izlənib deyilmi? Bunu keçək. Bu çox elə Yaponca içərik sayılmaz. Amma bu neçə izlənib 300. Bu neçə izlənib 1000. Bu neçə izlənib 19. Bunu da keçək. Yaponca çox elə bir içərikliyi yox. Bu gördüyünüz kimi 1300, 192, 280, 269, 199, 455, 1200, 285, 13, 199, 13, 500, 195. Burada neler var? Gördüğünüz kimi istatistikler var. Bəs burada 2 dənəcik mahnı siyahısı var. Əsasən short odaqlı bir kanal olduğunu buradan zaten görürük. Burada bir dəqiqə. Burada yaratmaq çətin idi. Nəysə gördüyünüz kimi istatistiklər belə. Ad, əsas kanalın, toplam izlənmə, qurulma tarixi, video və abunə sayısı. Açıqlama oldu. Belə bir şeydir. Gördüyünüz kimi kanal bu şəkildədir. İndi YT Studio'ya keçirik. YT Studio'da sizə göstərmək istədiyim istatistikləri görəndə nə demək istədiyimi gayet iyi anlayacaqsınız. Yəni çox yaxşı başa düşəcəksiniz. İndi başlayaq. Əvvəla hansından başlayaq? Short odaqlı bir kanal olduğu üçün əvvəla bununla başlayaq. Bunda gördüğünüz kimi çox bir olay yox. Bunda zaten çox bir şey də göstərməyəcək. Bundan başlayaq. Buraya basıram, buraya basıram. Gördüğünüz kimi. Ama əsl olay burada başlayırdı yanılmıyorsam. Bir dəqiqə. Bu da. Coğrafya, popüler coğrafya, Japonya 95% izlənib. Alt yazı yoxdur. Yani bu ne demek olur? Yapon kanalım Yaponların karşısına çıxıb. Ama sadece bu video ilə mı çıxıb bir baxaq. Buradan da eyni yerə gəlirik. Görək. Japonya, popüler coğrafya. Gördüğünüz kimi. Ondan sonra buna keçiş edək. Adı-düyentlər. Ve burada da gördüğünüz kimi Japonya. Ondan sonra Cima. Bitti mi? Bitmədi. Buna baxaq. Gərək yenə eyni yerə sonunda nəyə baxacağımı başa düşəcəksiniz. Gördüyünüz kimi bu şəkildə gedir qısaca. Çoxu videonun istatistikləri bu şəkildə gedir qısaca. Hani demək istədiyim Yapon kanal elə məkanı, YouTube'da məkanı Japonya ayarı baxmaqla olmur. Gərək uyğun hashtaglər, uyğun adlar. Bu sadece Yapon kanalı üçün də keçərli deyil. Siz İngiliz kanalı da açsanız, Yapon kanalı da açsanız, İtalya kanalı da açsanız, Türk kanalı da açsanız, Azərbaycan kanalı da açsanız eyni stratejiyi işlədəcəksiniz. Başlıq həmin o seçdiyiniz, həmin o kitvə, xitab etmək istədiyiniz kitlənin dilində olacaq. Məsələn, İngiliz kanalı açanda, İngiliz kanalı açmaq istəsə, Rusca danışıb, Rusca başlıqlar qoymaz. Bunu etməz.
Bunu edən zaten İngilis kanalı yox, Rus kanalı açmış olur. Kısaca xarici kanal açmanın zaten səbəblərini bilirik. Pul qazanmaq, ondan sonra tez böyümək kimi səbəblərdən dolayı. Bunlara qatılıram mı? Qatılıram əslində. Bəyə baxanda mən pis baxmıram.